Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşəbbüsü ilə regionlarda əməyin mühafizəsi sayəsində nümunəvi müəssisələrin yaradılması layihəsi həyata keçirilir. Layihə 2024-cü ilin may ayında mərkəzin tədbirlər planına daxil edilib və ilkin mərhələdə Naxçıvan Muxtar Respublikası ilə işğaldan azad olunmuş ərazilər prioritet istiqamətlər kimi müəyyən olunub. Naxçıvanda ENNA Məhdud Məsuliyyətli Cəmiyyətində aparılan audit nəticəsində müəssisə region üzrə ilk nümunəvi müəssisə seçilib. Müəssisədə beynəlxalq tələblərə uyğun əməyin mühafizəsi sistemi qurulub. İş yerləri ergonomikdir. Xəbərdarlıq nişanları və təxliyə planları mövcuddur. İşçilər fərdi mühafizə vasitələri ilə təmin olunub. Təhlükəsizlik təlimləri və maarifləndirici tədbirlər keçirilir, risklərə nəzarət və hesabatlılıq təmin edilir. Əməkdaşlıq münasibətləri nəticəsində müəssisədə bir sıra tədbirlər həyata keçirilmiş, əmək mühafizəsi istiqamətində işçilərin biliklərinin yoxlanılması, təlimatlandırılması, əmək mühafizəsi, texniki təhlükəsizlik məsələləri istiqamətində, istehsalatda risklərin idarə olunması istiqamətində bir sıra işlər həyata keçirilmişdir. Və bunun nəticəsində də qeyd etmək olar ki, müəssisədə işçilər üçün sağlam, təhlükəsiz əmək şəraitinin yaradılmasına nail olunmuşdur. Layihə çərçivəsində yaradılan nümunəvi müəssisə gələcəkdə digər regionlardan işə götürənlər və mütəxəssislər üçün infoturların keçiriləcəyi təcrübə mərkəzi kimi nəzərdə tutulur. Məqsəd təhlükəsiz əmək təcrübəsinin paylaşılması və ölkə üzrə yayılmasıdır. Samiq Nuriyev, xanım Rüstəmzadə, Namiq Abbasov, NTV Xəbər.